Sizə GLS göstərirəm. GLS 63. Yəni Maybach belə deyək. Maşın ideal vəziyyətdədir. Maşın 2026-cı ildir dostlar. Maşın 2026-cı il 23 kilometr cəmi yol gedib. 4 motordur. GLS 63. Maşın Mercedes-in super əjdahası. Gördüyünüz kimi maşının damlaları və maşının içi ilə tanış olaq. Panorama yox. Təzədir maşın. 23 kilometr nə deməkdir? 23 kilometr. Yəni getməyib maşın. Buralarda fırlanıb bir qrup gəlib. Maşın heç plonkası açılmayıb. İstəyən olsa əlaqə saxlasın bizlə. Çox istəyirdiniz, soruşurdunuz. Bax çəkdik. Maşın fulldur. Fulldur yəni. Maşın fulldur. Pilisos qapılar. Hər bir şey təzədir maşında. Bax. Hər bir şey təzədir və görürsünüz. Maşın bundan full yəni nə ola bilər? Çox əladır, çox. Qiyməti ilə də tanış edəcəm sizi inşallah. Bu da maşınımızın arxası. Yəni bundan o yana nə? Çox superdir dostlar. Zəng gəlir mənə indi hal-hazırda. Müştəri zəng eləyir, götürə bilmirəm. Çünki bu maşını çəkib qurtarmalıyam. Maşın əla. 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 İstəyənlər əlaqə saxlasın dostlar. Qiymətini də deyirəm və göstərəcəyim. Maşın bax ideal. 186.000 dollardır dostlar. 186.000 evrodur dostlar, evro. 400 evro yazıblar. Maşın idealdır. İstəyənlər əlaqə saxlasın. Xidmətinizdə inşallah xeyirli olsun.